Hər kəs salam dostlar. Bu gün Canon 550D modelinin incələməsini eləyəcəyik. Anket eləmişdim və bir çox adam deyir ki, o incələməsini elə və bir gün də incələməsini eləyəcəyik. Deməli, birinci başda özəlliklərindən 18 megapiksel, 1080p 30 fps görüntüyə malikdir. DSLR kameradır. Burada baxmaq üçün yer də var. Yəni mən çox da məmnunam. Yəni bu aldığımda heç bir problem çıxmayıb. Çox vaxtında astronomiya fotoları çəkirəm. Bir-iki foto çəkmişəm, nebula fotoları falan. Bir dəqiqə göstərə bilsəm. Bir-iki dənə foto çəkmişəm. Hə, sonra bir tək nebula fotosu deyil, başqa öz lensi ilə çəkmişəm bu foto. Biraz pis çıxıb. Belə ay fotosu var. Bir dəqiqə. Hə, belə ay fotosu biraz pis çıxıb, yəni bulanıq. Özündən bunu teleskopa qoşub çəkim daha yaxşı çəkir məncə. Ya da daha yaxşı bir lens. Nebula fotoları çəkmişəm bir-iki dənə. Görsənir hə. Bir-iki dənə nebula fotoları çəkmişəm. Yəni hələlik bu olacaq. Hava biraz qarlı, yağışlıdır ona görə çox bir foto çəkmirəm. Burada bir dənə ay fotosu var. Bu biraz işıqlıdır. Görsənmir ki ekranda. Burada bir də yox, nebula fotosu düşmüyor. Elə bildim Helix nebulası düşüb. Yəni kamera özü 18-55 mm lensə sahibdir. Bir çox çəkim modları var. Maksimum zoomu, optik zoomu 3x-dir, amma digital zoomu isə 10x-dir. Amma digital zoomla optik zoom birləşdirəndə 15x, 13x zoom edir təxminən. Yuvarlaqlaşdıranda 13x edir. Autofocus özəlliyi var. Özün də belə fokus edə bilirsən əllə. Belə fırladan da fokus eləmək olur. Özü fokus edə bilir. Sonra buradan ən çox mən astronomiya videoları çəkəndə fotolar çəkdim. Burada videoları çəkəndə burada Busi modunu alıram. Yəni sürəti, o cismin həmin cismin sürəti bulub moduna alıram. Bu düyməyə basılı tutanda o cisim hərəkət etmir. Onun ən detaylı fotosunu alır. Maksimum 1-2 dəqiqə gözləməlisən. Burada fokusu var. Fokusu yəni bulanıqdır. Məsələn, bir şeyi çəkdiyimdə arxası fokuslu ya da fokussuz olduğunu göstərir. Məsələn, denəyək. Bir dəqiqə. Hə, ayda çaşı bu işi də çəkdim. Bir dəqiqə. Bu olsa, hə, bir dənə fokuslu çəkəcəm, bir dənə fokussuz. Biraz fokusunu azaldayım. Hı. İndi göstərim bir dəqiqə. Arxa planı gözlə fokusunu tapar. Fokuslu, bu da fokussuz, hə. Baxın, bu yaşıl şey var ya, bura baxma, indi fokussuzdur, indi fokusludur. Yəni bu arxasına mən bir şey qoya bilməliyəm. Yaxşı bir şey. Hə, tapdım bir şey. Məsələn, bunun qabağında olsun. Bu. Hə. Bir dənə fokussuz, bir dənə fokuslu çəkəcəm. Ən birinci fokuslu çəkəcəm. Arxası fokus. Hə. İndi də fokussuz. Arxası tərtəmiz.
2 dənə foto seçdim. Arkadakı bir qutuya şey eləyirəm. Bax bu fokusludur. Bu fokuslu halıdır. Yəni əsas şeydir, arxası fokussuzdur. Bu da fokusdur. Arkadakı qutudakı yazıya diqqətlə baxsız. Fokussuz, fokusdur. Hə, bunlar fokus eləyir. Bir dəqiqə bunları qoyum yerinə. Fokus eləyə bilir bunlar. Sonra başqa ISO var, onu da hamı bilir. Çoxlu modlar var. Mən çox manual modda işlədirəm. Təzə başlayanlar üçün P modun, yəni proqram auto modun tövsiyə eləyərəm. Göstərdi burada P modu. Proqram auto modu daha çox tövsiyə eləyərəm. Sonra belə bunu teleskopa qoşmaq üçün bir iki alət lazımdır. Yəni onlar da yəni biraz çətin Azərbaycanda tapılar. Kameranın lensini çıxartdıqda yəni teleskopa qoşmaq olur. Lensini də çıxardım için göstərim. Saniyədə booster modu, yəni FPS modu 3.7-dir. Yəni saniyədə 3.7 dəfə foto dalbadal çəkə bilir. Sürətli. Belə eləyək. Всё. Bu da onun içi. Hatta göstərim. Daha çox da yəni sonsuza qədər bu basılıb buraxana kimi bu davam eləyir belə. Lensi də içi belədir. 18-55 millimlik. İndi taxaq yəni. Kvadratlar görürsünüz bax bunun üstündə kvadrat var. Bunun da üstündə kvadrat var. Dəqiqə hardaydı? Və düz burada bu kvadratla buradakı kvadratı üst-üstə gətirirsiniz və belə bir səs çıxır. Çık. Çox incə bir çık səs çıxır və onda oturdu deməkdir. Kamera özü belə görsənir. Burada girişləri var. Bir dəqiqə. Bu qulaqlıq girişi. Yəni bu hansı mikrofon girişi. Mikrofon girişidir bax bu birinci. İkinci bu pult giriş, yəni bunun özünün pultu var. O dəyi sən buradan düyməyə basmırsan. Pulta basan kimi avtomatik o fotosunu çəkir. Burada mini USB girişi var. Dijital deyəsən USB-dir. Bu fotoları SD kartı çıxartmadan ta kompüterə, telefona və s. şeylərə atmaq olur. Bu da HDMI-dir. Yəni mən bu bilmirəm nədir. Heç işlətməmişəm yəni. Bundan əvvəl bir kameram da olub, o köhnə izləyicilərim bilər, Sony Cybershot. Onda da bu var. Yəni bunu heç işlətməmişəm, nə olduğunu heç bilmirəm. Deyəsən videolar üçün, yəni videoları daha keyfiyyətli ötürmək üçün. Burada bir də belə modu var. Arada gülməyim gəlir bu moda. Dəqiqə. Buna basanda risk belə çıxır. Bu da işığıdır. Yəni bu belə çıxartmaq olmayacaq. Nəydi bunun adı? Aparat sönülü olduqda buna basanda bu yəni işıq açılmır. Ya fotoaparat yanıq olsun və manual modda olsun. Manual modda olmayanda bu avtomatik açılmır. Yəni manual özünü açır. Belə açılır. Bu düymə nəyə işə yarayır? Bu düymə fotoların yəni bir işığın şüasını azaltır da. Məsələn, lensə diqqətlicə baxın. Baxın. Yox, manual modda deyilmiş. Bir dəqiqə basıram. Bu, yəni işığı azaltır, işıqlı yerləri azaltır. Yəni fotoğrafı, fotonu işıqsız yəni sadə işıqsız necə görsənir, onu göstərir. Nasıldır da? Belə. Kameranın görünüşü də belədir. Bu mikrofon girişi. Yəni mikrofon taxmadan da kameranın öz mikrofonu var. Burada qırmızı göz mod şeyi var, işığı. Ən çox gecə şeylərində işlədir. Gecə vaxtlarında, yəni gözlərimizdən işıq çıxır, foto çəkəndə qırmızı, o yəni görüntüsünü alır. Bir dənə belə özəlliyi var. Düyməyə basanda buydu. Yox, bu şeydə, dəqiqə. Yəni düyməyə basanda yəni gecə vaxtı o yeri görmədə bir dəfə olur. Basan ki, bir dəfə reski yanıb sönür.
Yəni ətrafı 5 dəqiqəliyə, 5 saniyəliyinə də olsa o ətrafı görmək olur. İndi burdan vizor deliyindən baxaq. Yəni vizordan sonra çatmışdan burada bir sensor var. Bu sensor nə demək? Məsələn biz buradan baxdığımızda, yəni özümüz bura yaxınlaşdı, ekran avtomatik sönür. Sönür ekran. Çünki biz buradan baxdıqda fikrimiz bura ekrana yayılmasın deyə. Hə, indi vizordan baxa bilərik. Teleskopu tutacağam. Ayarladım. Belə görsənir baxdıqda. Yəni fokus düyməsinə basanda qırmızı işıq o deməkdir, imini ona fokusdur. Yəni bu fokus 9-dandır fokusa özünüz seçə bilirsiniz. Belə görsənir vizorda. Nə də görsən burada aşağıda həsər olur da. Gözlə baxın da. Hə. Bu 6040 ISO ayarıdır. Bu 200 Foxa nə idi? Bir dəqiqə ekran açılsın. Budur, yəni sürətli də. Sürət bu nə qədər çox olsa, sürətli fotolar o da çox. Məsələn, maşın çəkmir, onun fotosunu çəkəndə bunu artırırıq. Yəni maşın elə bir dururmuş kimi qalır. Yəni bunu əgər azaltsaq maşın fokuslu düşəcək. Bu o deməkdir. Bir dəqiqə burada gəzdireyim. Telefon fokuslanmır. Hə. Bu 13 rəqəmi isə fokusudur. Yəni fokusu 13. Fokus nə qədər az olsa, o qədər arxası bulanıq olur. O qədər çox arxası bu. Fokus çox olanda arxası da bulanıqlığa gedir. Bu ortadakı 300 xəttlər o mənasını bilmirəm, yəni. O nə deməkdir, onu bilmirəm, anlamadım onu. İndi keçdik düymələrinə. Hə, keçid düymələrinə. Bu hamı bilən fokus yüngül basanda, bu işıqdır yəni bu gecə işığıdır. Yəni gecə vaxtı bununla işıq çəkəndə LED-lə gözlərimiz belə parıldayır, yəni gözlərimiz yaxşı düşmür. Bu işıq yananda, yəni gözlərimiz o parıltısı gedir də. Qırmızı göz ayarı bu işığa deyirlər. Belə eləyir. Buna yüngül vari basanda özü fokuslayır, bərk basanda foto çəkir. Foto çəkir. Bu düymə ISO ayarıdır. Yəni bunu çevirdikdə kameranın ISO-su artır. Bir dəqiqə test edeyim. Teleskopu çəkirəm. Videolar çəkim. Telefonda fokuslasaydı ya. Hə, məsələn bu dəqiqə ISO-nu çoxaldanda ISO budur, hə. ISO autodur. Məsələn bu maksimumdur. Getdikcə bu çarxı çevirəndə işıq səviyyəsi düşür yəni. Ən az bu da yəni düşür. Maksimum. Maksimum bu qədər düşür yəni. Sonra burada 2-3 dənə də ayar var. Manual modda. Bu şey deməkdir. Bu niyə çıxmadı? Burada bir proqram çıxmadı. Dəqiqə. Bu nə deməkdir? Yəni ekran telefon fokusu. Hə. Bu o deməkdir. Yəni bunu mənfiyə alanda işıq az yanır da. Yəni necə? İşığın dərəcəsidir. Bu mənfi olanda işıq az yanır. Məsələn bir dənə foto çəkək. Göstərim sizə işığını. Bu mənfi 2 iləndir. Plus 2 iləndir. Yəni işığın dərəcəsini artırdı çoxluğu. Aradakı fərqə baxaq. Bu çox işıqlıdır. Niyə fokuslanmır? Hə. Çox işıqlıdır. Bu da az işıqlıdır. İkisində də işıq yanır, amma bunda az yanır. Bunda çox. Bunun ortası var, yəni normal dərəcəlisi də var. O da 0-dır. İndi keçdiyim modlara. Hamının qapağı, hə, dəqiqə. Buradakı modlara keçdik. Deməli, buradan başlayaq.
Deməli, A depth modu. Bu ən yaxın fokus ayarlar. Eee Məsələn, bu teleskop burada deyil. Məsələn, indi bu bunu tutur. Məsələn, bunun yanındakı 3 dənə şeylər, lenslər tutmur. Ən böyük cismi bu fokusdur ilk öncə. Bu manual moddur. Burada hər şey özünüz ayarlarsınız. Fokusu, S tanteni, onu deyə bilmirəm. S tanteni sürətin, fokusu, iş yonu, bu bayaqkı göstərdiyim işığı, bəzi çox şeyi yəni özünüz ayarlayırsınız. Keçdik AV moduna. Auto Focus deyəsən modudur. Burada yox, avto S anteni hız. Yəni bu buradakı sürəti göstərir ki, bunu özü eləyir bu mod alanda avtomatik. Fokusu siz eləyirsiniz. Amma TV-yə alanda əksinə olur. Bunu siz eləyirsiniz, fokusu avtomatik eləyir özü. Program auto. Yəni burada yenə hər şey özünüz, hər şey kamera eləyir, yəni siz heç bir şey eləmirsiniz. Nə fokusu, nə bir şey. Hər şey özü fokusdur. Adep kimi deyil, yəni bu ən yaxındakı cihazların fokuslamır. Yəni öz beyni ilə, AI modundan fokuslayır. CA modu. Bu CA modu o deməkdir ki, yəni ən çox insan portreti. Təxminən bir portre modu kimi bir şeydir, nə yəni. Buradan özünüz arkası da fokusu, arkasındakı işıqları açıq, rəngsiz, qara, ağ-qara, yəni onları özünüz eləyirsiniz, fokusu zadı avtomatik özü eləyir. İkinci mod, bu yaşıl mod, proqram autodan daha da bu hər şeyi avtomatik eləyir. Bunu da avtomatik açır, baxın, mən heç nə alıb, sadəcə fokus düymə. Əslində, buradakı düyməyə basanda avtomatik, manual olur, amma buna basanda avtomatik qalxır. Niyə belə olur? iPhone lensini görür sensor. Bu işıqsız mod, yəni bu yaşıl modla eyni moddur. Fərqi o ki, bunda işıq yanmır. Bu portre modudur. Burada bayaq göstərdiyim buradakı işıqlar K modundakı, buradakı arxa fokuslanmazadır. Bu portre modunda siz eləmirsiniz, yəni özü eləyir. Dağ modu, bu manzara modudur. Buradan görsəndiyi kimi. Yəni hansı bir dağlıq ya da manzaralı bir yerə gedəndə özü hər şeyi ayarlayır fokusun zadı. Bu makro, yaxın çəkimdir. Bir cismi daha yaxından çəkmək üçün yarayır. Yəni bir gülü-mülü daha yaxından çəkmək üçün. Bu qaçan adam işarəsi şeydir. Yəni bayaqkı göstərim sürətli fotodur. Dayanmadan sürətli fotolar çəkir bir-iki dənə. Çoxlu sürətli foto. Bu ulduz modu gecə vaxtı portretidir də. Bu səhər portresidir bu. Bu isə gecə qaranlıqda portredir. Yəni bunu da hər şey özü ayarlayır. Video modu. Video modunda yəni buna bir display basaq. Hə. Burada bir sürü lazımsız şeylər var. Bu arxası fokusu. Bu standarta qoyun. Bu ölçüsüdür videonun. El modeli, yəni kalitəsi də videonun kalitəsi. Buradan digital zoom var. Bu videonun kalitəsidir, yəni. Mən çox var RAW-da işlədirəm, maksimum kalitədə. Burada isə videonun öz şeyi var. Burada digital zoom eləyir. Hə. Yəni kamera lensini indi digital öz şeyinə, lensi ilə zoom eləyir burada digital zoomu. 1080p 25 fps, 720p 50 fps alır maksimum. Bir də 480p 50 fps alır. 720p var, bir də var 480p. İkisi də 50 fps-dir. Bir tək 1080p 25 fps alır, o da biraz pisdir. Bu 24-25 FPS bilmədim nədir. Yəni məntiqsizdir. Bu Canon firması bunu niyə qoyub? Yəni 1 FPS fərqi məncə məntiqsizdir. Bu canlı moddur. Yəni bu insanın əli yox, imini insan üzlərini bu tərkib edir videoda. Bu canlı moddur. Bu da şeydir, autofocus. Məsələn buradakı kvadratları seçirsə, məsələn bu bu kvadratdakı olan hansısa bir cismə fokusdur. Başqa kənardakı şeylər fokusdan burada seçə bilərsiniz. Mən hamısını avtomatika qoyuram ən çoxu. Bir dəqiqə buradan çıxaq. Alfa live, hə.
Buna basanda video çəkir. Video çəkəndə burada işıq yanıb sönür. İşıqlar yanıb sönür. Buradakı düymələr, yəni bu videoya da aiddir. Buna basanda işıq azalıb qalxır. Q düyməsi buradakı modları seçirsən, yəni necə işlədəcəyi. Bir dəqiqə söndürüm. Məsələn, burada aldıq. Hə, buradakı Q düyməsinə basanda buradakı bütün şeyləri özünüz seçə bilirsiniz. Beləsə amma seçə bilmirsiniz də, yəni. Gəl Q-ya basıb buradakı istədiyiniz hansısa bir ayarı dəyişmək istədiyinizdə Q düyməsinə basırsınız. Ha, buradakı display düyməsinə basdıqda buradakı dəyərlər göstərir. Yəni bu fotoda bu dümdüz olmalıdır. Yəni rəng, işıq ayarlarını göstərir, dalğalı. Bir dəfə də basdıqda hər şey gedir, ümumi ekran görsənir. Buna basdıqda sadəcə altdakı dəyərləri göstərir. Yəni işığı neçə qoydu. Burada da modlar göstərir. Mən ən çox bunda işlədirəm, yəni. Sizə də bunu tövsiyə edirəm. Yəni yeni başlayanlar üçün bunu tövsiyə edirəm. Dostlar, video bu qədər idi. Oradaydı. Yəni axırıncı dəfə mən bunda göstərim. Yəni şarj alətidir. Yəni bu ən qəşəng sevdiyim budur. Yəni evdə zətlərə adapterdir. Bu USB ilə qoşmaq olur. Yəni maşında da, zətdə də. Hər yerdə zaritki qoymaq olur. Yəni dostlar, video bu qədər idi. Canon 550D video incələmə videosu bu qədər. Yəni başqa bir şey görmürəm mən incələnəcək. Başqa nəyi incələməmi istəyirsiniz? Yəni teleskop işlədirəm 3 ildir. Onun haqqında teleskop önərilər, zətdə videolar gələ bilər. Onun üçün anket hazırlayacağam. Yəni sizə bağlıdır. Dostlar, video bu qədər idi. Kanalıma abunə olmayı unutmayın. Sağ olun. Gələcək videolarda görüşmək üzrə.